Hamıya salam. Biz indi sınaq 2-nin izahına baxmağa başlayırıq. Yenə ilk olaraq mən listeningdən başlayıram. Baxıram ki, əsas məna sualıdır. Oxuyuram. The first mobile phone and its features deyir. İlk mobil telefon və onun xüsusiyyətləri. The history of internet, internetin tarixi. Landline phones. Landline phones burada ev telefonları mənasını verir. Yəni bizim valideynlərimizin evdə işlətdiyi telefon. Inventions by Steve Jobs. Steve Jobs'un ixtirası. Modern mobile phone designs. İndi baxıram ki, burada Steve Jobs'dan danışılır. Burada da modern mobile phone designs, modern müasir telefonların dizaynı. Ümumi olaraq telefon haqqında bir mətnə oxşuyur. Yenə də qalsın, keçirəm bura. Why was the first mobile phone special? Nəyə görə ilk telefon xüsusi idi? It was light and cheap. O yüngül və ağır idi. Yüngül və ucuz idi. Əslində ilk telefon çıxanda yüngül olması məntiqlidir. Çünki biz bilirik ki, məsələn, Nokia var idi. Nokia yüngül deyildi. Yüngül telefonlar bizim istifadə etdiyimiz telefonlardır. Bəlkə də ola bilər əslində. Bu qalsın ehtimal kimi. Burada bir dənə inkar var. Bir dəqiqə. Burada inkar var. Mən o inkarı atıram. Heç baxmıram. Sonra it could send message. Mesaj göndərmək olurdu. Bilmirəm. It had internet access. İnternetə girişi var. It could take photos. Şəkil çəkirdi. Yəni buradan hamısı ola bilər əslində. Ona görə qalsın. Amma mən məsələn ilk telefon nəyə görə özəl idi, xüsusi idi? Məsələn, şəkil çəkdirməyinə görə və ya internetə girişinə görə ola bilər əslində. Yenə də qalsın, amma bu C-ni 100% çıxıram səhv olduğuna görə. Gəlirəm bura. The first mobile phone could be used for hours without charging. Deyir ki, biz ilk telefonu saatlarla şarj eləmədən istifadə edə bilərik. Weighted around 1 kilogram. Təxmini 1 kilogram arası görürsünüz, ağırdır. Amma bu deyirdi ki, yüngüldür. Was smaller than modern smartphones. Deyir, modern telefonlardan daha balacaydı. Was invented in the 1980s. Deyir ki, 1980-ci illərdə kəşf olunmuşdu. Had a touch screen. Birinci ilk telefonlarda touch screen, yəni toxunma, ekrana toxunma, onlarda yox idi. Ona görə səhvdir bu. Digərləri isə məntiq olaraq, məsələn, ilk telefon, məsələn, saatlarla enerjisiz istifadə eləmək olar. Məncə 1 kiloqramdır, yenə də qulaq asıb taparıq. Keçirəm true false-a. The first mobile phone was invented by Martin Cooper. Martin Cooper tərəfindən ixtira olunub. Bilmirəm, dəqiq məlumatım yoxdur, ona görə qalır. It could be used for 30 minutes before recharging. Deyir ki, charge elədikdən sonra 30 dəqiqə istifadə eləmək olurdu. Onu da bilmirəm. Recharging took less than an hour. Deyir ki, şarj eləmək 1 saatdan daha az vaxt sərf olunurdu. Modern smartphone can do more than just make calls. Modern telefonlara nəzərən ancaq zəng eləmək üçün istifadə olunurdu. İndi burada düzü bir variant çıxmır. Mən məcburi şəkildə listeningə qulaq asmalıyam. Qoşuram və başlayıram. The first mobile phone call was made on April 3rd, 1973 by Martin Cooper, an engineer at Motorola. The phone he used was very large and weighed about 1 kilogram. It could only be used for 30 minutes before the battery ran out, and charging it took around 10 hours. The device had no camera, internet, or messaging function. It was designed only for making calls. At the time, the phone was extremely expensive and very few people could afford it.
However, this invention marked the beginning of a new way to communicate without the need for a landline. Over the years, mobile phones became smaller, lighter, and much more powerful. Today, smartphones are used for many purposes: calling, sending messages, taking photos, browsing the internet, and even making video calls. What began as a heavy, simple device has turned into an essential part of daily life. Listening bitdi. Düzü burada deyir ki, kamerası yoxdur, internetə girişi yox idi, mesaj göndərmək olmurdu. Düzü bu bütün variantları mən bu C-dən şübhələnirəm. Düzdür, inkar olsa belə, bəzən ola bilər ki, o inkarlıqlar düz çıxır. Ona görə bunu silirəm mən, tam olaraq silirəm. Yenə də qulaq asaram, bir şey seçərəm. İndi gəlirəm digər sualları göstərməyə. Məsələn, bunu izlədim. Təxmini görürsünüz 1 kilogram. Eşidən kimi bunu götürdüm. Sonra elə listeningin ilk başlarında adını deyirdi. Martin Cooper ixtira eləyib. Bunu eşitmədim. Bunu götürürdüm deyə bunu da dedi, arada qaçırtdım. Burada false-dur. Baxın, bu true-dur, bu true-dur. Bu true-dur, bu false-dur. Deməli, bir dənə true qalıb, bir dənə false qalıb. Yəni, ikisindən biri elədir. Burada zaten budur. Bir də məsələn, əsas mənasını tapa bilərəm əslində. The first mobile phone and its features ola bilər. İnternetin tarixi ilə danışmadır. Stasionar telefonlardan, yəni stasionar necə deyim sizə? Yəni ev telefonu kimi düşünün də belə. Ondan danışmadı. Inventions of Steve Jobs'dan ümumiyyətlə danışmadı. Design danışmadı. Elə variant A-da burada. Bir dənə bu qaldı, bir dənə bu. İndi qoşum. The Amazon rainforest. The first mobile phone call was made on April 3rd, 1973, by Martin Cooper, an engineer at Motorola. The phone he used was very large and weighed about 1 kilogram. It could only be used for 30 minutes before the battery ran out, and charging it took around 10 hours. The device had no camera, internet, or messaging function. It was designed only for making calls. At the time, the phone was extremely expensive and very few people could afford it. However, this invention marked the beginning of a new way to communicate without the need for a landline. Over the years, mobile phones became smaller, lighter, and much more powerful. Today, smartphones are used for many purposes: calling, sending messages, taking photos. Listening bitdi. Bunu eşitmədim, amma əgər bu ikisi true'dursa, bu da false'dur. Burada isə dedi ki, ucuz deyil, bahadır, expensive dedi, baha deməkdir. Ona görə üstündən xətt çəkdim. Dedi ki, mesaj göndərilmə bir xüsusiyyəti yoxdur, internetə girişi yoxdur, şəkil çəkə bilmir. Ona görə elə inkar variantımız daha düzgün olur. Bu inkarları seçəndə yenə də diqqətli olun, görürsünüz, artıq bizim sirrimizi aşkara çıxarıblar ki, hə, uşaqlar sırası belə inkarlıq görən kimi dərhal onu götürürlər. Amma siz yenə də ehtiyatlı olun inkarlığı seçəndə. Bu bizim listeningimiz bitdi. İndi keçirəm mən short textlərə. Deməli, gəldim short textə. Yenə əsas mənə nə lazımdır? Deməli, Saturday night, sonra bunlar. Bu qədər. The concert is on Sunday, amma məndə Saturday idi. Ona görə səhvdir. Emily will meet her friend at 6:45. Amma baxın orada nə deyir? Bizə deyir ki, dostları ilə nə vaxt görüşür?
I will wait for you. Yes, əslində elə B variantı düzdür. Sonra konsert deyir 7-də başlayır. 7-də mi başlayır? Baxaq. Konsert 8-də başlayır. Səhvdir. Sonra entrance opens at 8-dədir. Giriş 8-də açılır. Giriş baxın 7-də açılır. Y-də it will meet after the concert. Deyir ki, bu konsertdən sonra olacaq. Baxaq görək. Konsert. No. No, elə. Deyir, onlar konsertdən sonra görüşəcəklər. Konsertdən sonra görüşmürlər. Elə konsertdən əvvəl görüşürlər. Konsertdə də bir yerdə iştirak edəcəklər. B variantıdır burada. Burada əsas baxım görüm nə var. Məsələn, Mia'nın məzuniyyəti. Parti başlayır. Starts 7 p.m. Sonra midnight-ə qədər davam eləyir. Deyir ki, elə bu qədər. Partiyə Saturday başlayır. Saturday'dir yoxsa Friday'dir. Görürsünüz, bunu işarələməmişəm. Friday'dir, amma məndə Saturday deyir, səhvdir. Deyir ki, 10-da bitir. Gecə yarısı 10 demək deyil, səhvdir. 12-dən sonra deməkdir. Jess can bring music. Musiqi gətirir. Yes, bu düzdür. Baxın. Bring your favorite music. C düzdür. The party is in a restaurant. Restorandadır, yox, house-dadır. Baxın, evdədir. Tom is buying the pizza. Pizza is on me. Baxın, pizza deyir, mənlidir. Bu qədər. 7-yə baxıram. Əsas məqamlarım hansıdır? 8 a.m., 11 p.m., every day, 2 cups of coffee, get a piece of for cake. Deməli, the cafe is open until midnight. Gecə yarısına qədər açıqdır. Gecə yarısı olsa bu 11 p.m. yox, daha doğru a.m. olar. Bu 8, səhər 8-dən axşam 11-ə qədər açıqdır. Midnight olsa bu a.m. olmalıydı. Bu səhvdir. You get free coffee with cake. Deyir ki, sən pulsuz kofe ala bilərsən. Amma deyir ki, buy 2 cups of coffee. Kofeni alsan, tortu pulsuz ala bilirsən. Amma bu deyir ki, sən kofeni pulsuz ala bilərsən. Səhvdir. The cafe opens, deyir 9-da açılır. Bu isə 8-də açılır. A free cake comes with 2 coffee. Deyir ki, tortu pulsuz verirlər 2 kofe ilə. Yəni 2 kofe alırsan, tortu pulsuz verirlər. Elə D variantı düzdür. The cafe is closed on Sundays. Bazar günləri bağlıdır, amma yazılıb ki, every day açıqdır. Yəni hər gün açıqdır. Bu da bizim short text. İncələk, reading eləyək. Mən yenə mətn oxumuram, keçirəm dərhal suallara. Mətnin əsas mənasına baxıram. The world famous board game. Dünyadakı məşhur stolüstü oyun. The lives of famous chess player. Deyir ki, məşhur şahmat oyunçularının həyatı. The rules of the modern board games. Müasir stolüstü oyunlardakı qaydalar. The history of Arab conquerors. Deyir ki, ərəb konkurslarının tarixi. Europe during the Middle Age. Orta əsrlərdə, orta illərdə Avropa, yəni belə. Orta əsrlər zamanı Avropa. Burada əsasən stolüstü oyunundan danışdı. Böyük ehtimal şahmatdır da, yəni burada chess player isə şahmatdan danışır. İndi qalsın hələlik o biri suallara baxım. False istəyir, səhv istəyir. Baxım görüm, inkarlıq varmı? Yoxdur. Ona görə tərcüməyə getməliyəm. Chess came to Europe during the Middle Age. Deyir ki, şahmat oyunu orta əsrlərdə Avropadan gəlib. The first version of the game was called Chaturanga. Deyir ki, bu oyunun ilk adı Chaturanga adlanırdı. İlk adı elə olub. The first international tournament was Paris. Deyir ki, ilk beynəlxalq turnament, yəni yarış 1851-ci ildə Parisdə olub. Arabs helped to spread chess to new countries.
The goal of book biz mətnə baxmalıyıq artıq. Belə oxuya-oxuya boşuna vaxtımız getməsin. Məsələn, gəlin elə birinci, məsələn, elə bu faktdır. Bunu baxaq. Bu böyük ehtimal ki, düzdür, yenə də baxaq. 1851 yadda saxlayıram. International Tournament Paris. Getdim baxmağa. Elə bura baxıram, gözümün qabağındadır, baxın. Deyir, the first international chess tournament was held in London. Londondur. Amma bu bizə haran deyirdi? Parisi deyirdi. Elə variant C-dir. Bəzən düzdür, faktlar səhv olur. Görürsünüz, eynən burada kimi. Bizə Paris deyir, amma burada Londondur. Ona görə səhvdir o. After learning chess from the Persia. İndi mən tapmalıyam learning chess, Parsi, Arabs. Görək, hardadır o? Burada yoxdur. Yox, bura baxıram. Aha, tapdım. When the Arabs conquered the Persians, they learned the game introduced to many parts of the Muslim world. Aha, deməli, gəlirəm bura. Deyir ki, nə vaxt ki, şahmatı öyrəndilər. Müslim sözü var burada. Across, turn the, remove the king, board, immediately change the rules of game. Deyir, oyunu dəyişdirdilər. Baxaq görək, hələ də uyğun deyil. Later the game spread to Persia when the Arabs conquered Persia, they learned them introduced to many parts of the Muslim world. Chess entered Europe during the Middle Age, where the rules slowly changed. Qaydalar dəyişir. Baxın, rules slowly changed. The game looked very similar. Deyir ki, qaydalar dəyişir. Hanı bu? Turned yox. Baxın, immediately change the rules of game. So, yeah. Burada şahmat haqqında danışılırdı da. A world famous board game. Dünyaca məşhur stolüstü oyun. Təbii ki, burada A variantı. Yenə də B-yə baxaq. The lives of famous chess player. Şahmat oyuncularından danışmadı. Qaydalardan danışmadı. Burada konkursdan danışmadı. Avropadan ümumiyyətlə danışmadı. Sadəcə deyir ki, Avropada olub. Elə variant A-dır. Deyir ki, nəyə görə 19-cu əsrdə şahmat vacib oldu. Dən baxıram, görün mətndə hardadır bu? Elə buradadır. Baxın, indi 19th century chess changed from a pastime to an official sport. Official sport tapmalıyam, görüm hardadır o? Organized sport win tournaments. Bu uyğun gəlir. Official sözü görün, başqa variantda yoxdur. When the chess invented Arabic. Yox, elə variantım A-dır. Burada da A-dır. 12-ci sualla düzgünü tapmalıyam. Dən burada no dəyir mənim gözümə. Buna atıram gedir. Buna heç baxmıram. Gəlirəm 1-2-3-ə. Deməli, chessin bu cümləni tapaq. 1500 chess. Gedək tapaq, görək hardadır. Aha, baxın, the history bayımı düzdür. Cavab düzdür. Biri götürürəm. The Arabs called game. Bunu bayaq oxudum hansısa bir sualda. 1-2-dir variant. Yenə də bu sözü yadda saxlayaq. Sonra Arabs called. Görək. Olsa bu hissədə olmalıdır. Hadi. Hanı? Hara getdi? Bitirdim. Buradaydı, yes. Original name was called, yes. Original name elədir. Adı elədir. 2. Bu da bizim readingimizdir. Bitdi. İndi keçirəm test qaydaları izah eləməyə. Aha, singular nə idi? Tək isimlər istəyir məndən. People cəmdədir, atdım. Oxen cəmdədir, atdım. Stairs cəmdədir, atdım. Police cəmdədir, atdım. Cavab C. 14-də baxıram. Mostdan sonra sifət gəlibsə bir dənə Z-sini yazmalıyam. In, Avropa qitələrlə artikl işlənmir, boş. Z boş, A. Sonra baxıram hansı zamandayam? Yesterday, keçmişdəyəm. Keçmişdəyəmsə didi verərəm. Finish yoxsa finished. Bu keçmişdi, bu da keçmişdi. 2-dən keçmiş olmaz bir cümlədə. Ona görə A-nı götürürəm.
Keçirəm o biri sualıma. Aha, sual cümləsini mən passive voice verməliyəm. Birinci nəyə baxıram? Keçmişdəyəm, was were işlətməliyəm. Hanı was were mənim? Bax, burada yoxdur, atdım. Burada didn't atdım, lazım deyil. Burada is'di, lazım deyil. Burada was been'di, olmadı heç vaxt. Elə variantım Y. Y'dir, modal. Məsələn, baxım görüm. Burada elə bir var. Məsələn, need not ata bilərəm. Burada digərləri düzdür. 2 inkar, 2 təsdiqim var. Tom studied tonight but her sister does. But var ortada. But varsa bir cümlə hissəsi inkar, bir cümlə təsdiq olmalıdır. Bura təsdiqdədirsə, burada inkarda olmalıdır. Deməli, bu da gedir, bu da gedir. Qalıram bunun arasında. Baxıram hansı zamandayam? İndiki zamandayam. Must'ın da indiki zamanı elə özüdür. Çünki bu onun digər zamanlarını göstərir. Əgər burada gələcək və ya keçmiş olsaydı, doesn't have verə bilərəm. Amma verirəm must'ındır. Keçdim o birisinə. Burada bağlayıcıdır. Mary took her bag, left the room. Deyir ki, Mary sumkasını götürdü, otağı tərk etdi və otağı tərk etdi. And ardıcıllıq var. 19. The film about var. Baxın, burada söz preposition var. Söz önü. Deməli, götürürəm bundan sonrakını. Təkdədirmi? Təkdədir. Elə variantım wasn't. Tutaq ki, siz imtahandasınız da bilmirsiniz nəyə görə verəsiniz. Bax, bu cəmdir. Cəm. Ola bilərmi ki, bunu cəmlərin hamısı bura uyğun olsun? Yox, elə variantım təkdir. 20. Yenə bir dənə bir şey verib, sonra tapmalıyam. Məsələn, every evening I listen to the radiolarda. The teacher explained the rules to the students. Şagirdlərinə, AM. Every evening I listen. To'dur burada. Burada da to'dur. Listen'dan zaten həmişə to işlənir. Songs are you listening to? Qulaq asırsan mahnıya. Hansı mahnıya? Which song? Hansı mahnıya qulaq asırsan? 22. Sinonimlər seçməliyəm. Race competition. Yarış. Elə variantım ad. Digərlərdə güclü, zəif. Sonra çatmaq, köçmək, səbir. Patient, səbir, justice. Belə. Qəzəb, entrance, giriş, exit, çıxış. Yəni, antonim seçirəm. Buy, purchase, antonim deyil bunlar. Speak, talk, sinonimdir, accept, qəbul etmək, imtina etmək. C. Build, tikmək, construct, tikmək, yaratmaq, enter, qoşulmaq, join, qoşulmaq. Definition, annoying, narahat eləmək. Baxım görün burada. D. Feel little angry. A. Daily, gündəlikdir. Day sözü ilə deyilini uyğunlaşdıra bilərsiniz. C. Burada gedir B. A, C, B. A, C, B. B. Sonra səhv olan mənə lazımdır. Elegant, yəni elegant, attraktiv biri, düzdür. Enormous, nəhəng, iri deməkdir. Burada little yazılıb, səhvdir. Exhausted, bezmiş, yorulmuş, düzdür. Freezing, donmuş, burada hot deyir, olmaz. Quiet, sakit. Noisy, səs-küylü, olmaz. 2, 4, 5. Başlayıram indi esseni yazmağa. Yenə standart olaraq birinci şəklə baxıram. Kimləri görürəm, nəyi görürəm? Məsələn, birinci havanın şəraitinə baxıram. Hava payız yoxdur, yaz fəslinə oxşuyur. Yazıram ki, spring yazdım. Sonra girl, qız, dog, trees, ağaclar. Sonra skamyaka, bench. Sonra harda dayanıblar? Ot, grass, otların üstündə. Sonra baxıram ki, nəsə xoşbəxt deyirlər də bunlar, düzdür. İt nəsə qəribə bir baxır. Qız da ona baxır. Amma digər şəkillərə baxdım. Bütün şəkillərdə elədi.
Düzü tam aydınlaşmadı mənə şəkil. Nəsə elə belə qalsın. Sonra nə yaza bilərəm? Oturmaq, məsələn. Sit. Все, indi başlayıram cümləmə. One spring day. One spring day, a girl and a dog are, indiki davam edici də vermək istəyirəm bu dəfə. Sitting, harda? On grass at the park. Parkdadılar yəqin ki. Düzü park sözünü yazmamışam bura, amma yazım yenə də. Buranı nəzərdə tuturam. Parkda yazım bura. Yazdım. Aha. At the park. Okay. Deməli, mən bunlardan nə işlətdim? Hansıları işlətdim? Spring işlətdim. Xətt çəkirəm. Girl, dog işlətdim. Sonra grass işlətdim. Sit işlətdim. Parkı da işlətdim. Qaldı ağacla skamyaka sözü. Gəlin onları da işlədək. Deməli, mən işlətmək istəyirəm ki, onların arxasında yazıram ki, meşədə çoxlu, parkda çoxlu ağaclar var idi. Yazım ki, have a lot of trees. Have a lot of trees at the park. Həmçinin həmçinin bench, skamyaka da vardı. Also has a bench. Hardaydı? Bu itlə qızın arxasında. Behind, arxasında of the itin adını nə verək? Ad verək. Burada adı ikinci şəkildə ad verək. Behind of theirs yazaq. Theirs yazsaq ağacları nəzərdə tutmuş oluruq. Have a lot of trees at the park. Also has a bench behind of the girl and elə yazaq. Of the girl and a dog. Bu mənim birinci şəklim hazır. Görürsünüz, hamısını işlətdim, getdim. İndi gəlirəm ikinci şəkilə. Gəldim bura. İndi bunlara ad verə bilərəm. Məsələn, yenə birinci təsvir eləyək. Məsələn, hardayıq? Yenə meşədəyik, parkdayıq. Bu nə meşədir? Bayaqdan meşə deyirəm. Park. Qızın adı nə olsun məsələn? Qızın adı olsun, nə bilim, Mika. Mika kişi adı, oğlan adı. Yox, qız adı da var. Mika olsun. Mika, itin adı nə olsun? Tom olsun. Tom. Qızın əlində nə var? Su var. Sudur yəqin ki. Bottle. Su butulkasıdır. Все. Verir, su verir. Yazaq. Vermək, give. Bir də su. Gəldim indi cümlə qurmağa. Deyirəm ki, a girl, Mika, is giving birinci neyini? A girl Mika is giving water, düzdür, suyu verir. Water to a dog, Tom.
belə verə bilərəm. Qız, həmin qız Mika suyu it Toma verir. A girl Mika is giving water to a dog Tom. Sonra bu it heç xoşbəxt görsənmir amma. Burada da üçüncü şəkildə də iş orasıdır, xoşbəxt görsənmir. Yaxşı, bu belə olsun. Park işlətmədim, getsin onsuz da. Mika'da. Mika'nı işlətdim, Tom'u işlətdim. Bottle lazımdır, bottle give. Yaxşı, keçim üçüncü şəklə. Bu şəkillər çox qəribədir. Keçim üçüncüyə, sonuncuya. Aha, burada başqa bir obraz görürəm. Deməli, bu nə sahibidir bunun? Nəsə. Deməli, görürəm ki, bu bunun atası deyil də, yəqin ki. İtin sahibidir, böyük ehtimal. İt itmişdi falan. Nəsə, yəni, onsuz da özümüzdən bir hekayə qurmalıyıq. Mən elə təsəvvür edirəm ki, it bu kişinin sahibidir. Daha doğrusu kişi itin sahibidir. Qız da sadəcə iti tapmışdı, ona təhvil verdi. İndi belə yazaq. Məsələn, sahib sözü var. Owner, dog. Dog yazmayaq da Tom yazaq. İtin adını Tom qoyduq. Tom, Mika, happy, xoşbəxtdir. Mikanı görürsünüz, xoşbəxtdir, gülür. Sonra atasının adını nə qoyaq? Owner. Sahibinin adını bilməyək də, nə edirik ki, bilsək. Sahib elə sahib qalsın. Sonra vermək var. Give. Elə buraya yazıram give. İndi belə yazaq. Birdən, anidən, suddenly, someone, kimsə, someone is going to the park. Suddenly someone is going to the park. Birdən parka kimsə gəldi. Bu kişi, this man is owner. Sahibidir. Kimin, nəyin sahibidir? This man is owner of Tom. Tom'un sahibidir. Suddenly someone is going to the park. This man is owner of Tom. Tom'un sahibidir. Mika is giving, geri vermək, giving back Tom his owner, and onlar çox xoşbəxt oldular. They are feeling happy. Çox xoşbəxt hiss etdilər. Bu qədər. Biraz qəribə şəkillər idi. Tam anlamadım əslində hadisə necə baş verib, amma axırda bir şey ortaya çıxa bildi. Yəni, qısacası belədir. Baxın, belə bir şey oldu. Burada böyük ehtimal ki, 35-dən çox söz var. Yenə də saymaq olar. Məsələn, 1, 2, 3, 4, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 38, 39, 40, 41, 42, 43, 44, 45, 46, 47, 48, 49, 50, 51, 52, 53, 54, 55, 56, 57, 58, 59, 60, 61, 62, 63, 64, 65, 66, 67, 68, 69 dənə söz var burada. Yəni, belə zaten baxan kimi bilmək olur, çox söz keçir. Bu da belə. Bugünkü sınavımız bu qədər idi.
Növbəti video 3-cü sınaq haqqında olacaq. Növbəti videoda görüşərik. Uğurlar.